9 fevral. Qoç. Bugün Qoç bürcü üçün enerjin çox yüksək olacaq. Səhərdən etibarən yeni layihələr və işlər üçün təşəbbüs göstərmək asan olacaq. Günün ortasında maraqlı bir xəbər və ya təklif motivasiyanı artıracaq. Münasibətlərdə səmimi olmaq və fikirlərini açıq ifadə etmək üçün əlverişlidir. İşdə sürətli qərarlar verərkən diqqətli olmaq vacibdir, amma yaratdığın enerji ətrafındakı insanlara da ötürüləcək. Axşam saatlarında sakit bir mühitdə dincəlmək, kitab oxumaq və ya musiqi dinləmək enerjini bərpa edəcək. Bugün həm işdə, həm də şəxsi həyatda addımlarını cəsarətlə atmaq üçün ideal gündür. Günün sonunda uğur hissi səninlə olacaq. Buğa. Bugün Buğa bürcü üçün planlı və sabit hərəkət ön plandadır. Səhərdən etibarən iş və şəxsi həyatını nizamlamaq, maliyyə məsələlərini gözdən keçirmək və uzun müddətli planlar qurmaq faydalıdır. Günün ortasında yaxın biri ilə səmimi söhbət etmək daxili rahatlıq yaradacaq. Münasibətlərdə sabit və anlayışlı davranmaq önəmlidir. Axşam saatlarında musiqi dinləmək, kitab oxumaq və ya açıq havada gəzinti ilə enerjini bərpa edə bilərsən. Bugün həm daxili, həm də xarici balans yaratmaq üçün əlverişlidir və səni motivasiya edəcək. Sakit və diqqətli hərəkət etməklə günün sonunda məmnunluq hissi yaşayacaqsan. Əkizlər. Əkizlər üçün bugün ünsiyyət və yeni ideyalar günü olacaq. Səhərdən etibarən yazışmalar, telefon zəngləri və görüşlər aktiv olacaq. Beynin sürətli işləyir, yeni ideyalar yaranır və uzun müddətdir düşündüyün məsələlər aydınlaşa bilər. Günün ortasında gözlənilməz xəbər və ya təklif motivasiyanı artıracaq və işlərin daha sürətli irəliləməsinə kömək edəcək. Münasibətlərdə açıq və səmimi ünsiyyət qurmaq faydalıdır. Günün sonunda sakit bir mühitdə istirahət etmək enerjini bərpa edəcək. Bugün həm kommunikasiya, həm də intellektual inkişaf üçün əlverişlidir və səni uğura yaxınlaşdıracaq. Xərçəng. Xərçənglər üçün bugün ev, ailə və şəxsi işlər ön plandadır. Səhərdən etibarən yarımçıq işləri tamamlamaq, planlama və nizam yaratmaq faydalıdır. Günün ortasında yaxın bir insanla səmimi söhbət daxili rahatlıq gətirəcək. İş və şəxsi planlarda intuisiya və diqqət sənin gücün olacaq. Günün ikinci yarısında maddi məsələlər və ya uzun müddətdir gözlədiyin layihələrlə bağlı aydınlıq gələcək. Axşam saatlarında musiqi, kitab və ya sakitlik içində olmaq enerjini yeniləyəcək. Bugün həm daxili, həm də xarici balans yaratmaq üçün əlverişlidir və həm iş, həm də şəxsi həyatda uğur əldə etmək üçün əlverişli gündür. Şir. Şirlər üçün bugün yaradıcılıq və diqqət ön plandadır. Səhərdən etibarən işdə və şəxsi layihələrdə özünü göstərmək, təşəbbüs göstərmək üçün ideal gündür. Günün ortasında maraqlı xəbər və ya təklif motivasiyanı yüksəldəcək və enerjini artıracaq. Münasibətlərdə romantik və səmimi davranış sərgiləmək üçün əlverişlidir. Axşam saatlarında dostlarla görüş və sosial fəaliyyət enerji səviyyəni qoruyacaq. Günün sonunda özünü həm məhsuldar, həm də motivasiyalı hiss edəcəksən. Ətrafındakı insanlara öz enerjini ötürmək günün ən güclü tərəflərindən biridir. Qız. Qızlar üçün bugün məhsuldarlıq və planlama ön plandadır. Səhərdən etibarən yarımçıq qalmış işləri tamamlayıb nizam yaratmaq faydalıdır. Günün ortasında yeni bir fikir və ya məlumat faydalı olacaq və işlərini daha səmərəli irəlilətmək üçün imkan yaradacaq. Münasibətlərdə diqqətli və düşüncəli davranmaq yaxşı nəticə verəcək. Axşam saatlarında sakit və rahat bir mühitdə vaxt keçirmək, musiqi dinləmək və ya kitab oxumaq enerjini bərpa edəcək. Bugün həm məhsuldarlıq, həm də daxili sakitlik üçün əlverişlidir və planlı addımlar səni uğura aparacaq. Tərəzi. Tərəzilər üçün bugün balans və harmoniya ön plandadır. Sosial münasibətlər və əməkdaşlıqlar üçün əlverişlidir. Səhərdən etibarən ünsiyyət imkanları artacaq və fikir mübadiləsi daha rahat olacaq. Günün ortasında maraqlı dəvət və ya gözlənilməz xəbər ruhunu yüksəldəcək. Münasibətlərdə romantik və ahəngdar davranmaq üçün əlverişlidir. Axşam saatlarında sakit musiqi, kitab oxumaq və ya özünlə baş-başa qalmaq faydalıdır.
Bugün həm sosial, həm də emosional baxımdan enerji doludur və günün sonunda daxili rahatlıq hiss edəcəksən. Əqrəb. Əqrəblər üçün bugün introspeksiya və dərin düşüncə günü olacaq. Səhərdən etibarən ciddi və fokuslanmış olacaqsan. Uzun müddətdir həll edilməyən məsələlər üçün aydınlıq gələcək. Günün ortasında iş və şəxsi həyatla bağlı vacib qərarlar vermək lazım ola bilər. Münasibətlərdə səmimi, amma ciddi yanaşmaq faydalıdır. Axşam saatlarında sakitlik və tək qalmaq enerjini yeniləyəcək. Bugün həm analiz, həm də daxili rahatlıq üçün əlverişlidir. Duyğularını dinləmək və onları yönəltmək günün əsas mövzularındandır. Oxatan. Oxatanlar üçün bugün geniş düşüncə və motivasiya ön plandadır. Səhərdən etibarən yeni layihələr, gələcək planları və hədəflər üçün əlverişlidir. Günün ortasında maraqlı xəbər və ya təklif motivasiyanı artıracaq. Münasibətlərdə açıq və səmimi davranış sərgiləyəcəksən. Axşam saatlarında sakit bir mühitdə kitab və ya musiqi ilə məşğul olmaq faydalıdır. Bugün həm motivasiya, həm də gələcəyə fokuslanmaq üçün əlverişlidir. Enerjini düzgün idarə etsən, həm iş, həm də şəxsi həyat balansını qoruyacaqsan. Oğlaq. Oğlaqlar üçün bugün məsuliyyət və planlama ön plandadır. Səhərdən etibarən iş və şəxsi həyatda vacib qərarlar vermək üçün əlverişlidir. Günün ortasında ailə və şəxsi həyatla bağlı məsələlər diqqət tələb edə bilər. Münasibətlərdə ciddi, amma səmimi yanaşmaq faydalıdır. Axşam saatlarında sakitlikdə vaxt keçirmək enerjini bərpa edəcək. Bugün həm iş, həm də şəxsi məsuliyyətlər üçün əlverişlidir. Planlı addımlar günün sonunda rahatlıq və uğur hissi verəcək. Dolça. Dolçalar üçün bugün yaradıcılıq və sosial aktivlik ön plandadır. Səhərdən etibarən yeni ideyalar və layihələrlə məşğul olmaq faydalıdır. Günün ortasında sosial çevrədən maraqlı xəbər və ya təklif gələ bilər. Münasibətlərdə səmimi və orijinal davranış sərgiləmək əlverişlidir. Axşam saatlarında özünə vaxt ayırmaq, yaradıcılıq və planlaşdırmaq üçün əlverişlidir. Bugün həm motivasiya, həm də yenilik günü olacaq. Günün sonunda həm iş, həm də şəxsi həyat balansını hiss edəcəksən. Balıqlar. Balıqlar üçün bugün intuisiya və emosional zənginlik güclü olacaq. Səhərdən etibarən hisslərin güclüdür və qərarları intuisiya ilə vermək asan olacaq. İşdə sakit, amma məhsuldar ritmdə irəliləyəcəksən. Günün ortasında xoş xəbər və ya rahatladıcı söhbət ola bilər. Münasibətlərdə mehriban, şəfqətli və anlayışlı davranış faydalıdır. Axşam saatlarında meditasiya, musiqi və ya yaradıcı fəaliyyətlə məşğul olmaq enerjini artıracaq. Bugün həm ruhunu, həm də ilhamını gücləndirir və sənin üçün ilham dolu bir gün olacaq.